Salam, hər vaxtınız xeyirli olsun, dəyərli Sağlam Seçim rubrikasının izləyiciləri. Bugün biz sizi maraqlandıran önəmli suallara cavab verməyə çalışacağıq. Təbii ki, qonağımız Azərbaycanın tanınmış invaziv radioloqu doktor Rəşad Məmmədovdur. Rəşad doktor, rubrikamızda xoş gördük. Bugün tamaşaçıları maraqlandıran çox önəmli mövzulara biz toxunacağıq və müasir tibbin xüsusi üsullarından bəhs edəcəyik. İstərdim ki, siz bu barədə tamaşaçılara ətraflı məlumat verəsiniz. PLDD nədir? İlk öncə bunu açıqlayaq. Salam əziz izləyicilər, sizləri xoş gördük. Gözəl bir mövzuya toxunmuşuq. Perikton lazer disk dekompressiyası olub. Minimal bir invaziv bir üsuldur. Burada bel və boyun yırtıqlarında minimal invaziv bir metodla xəstələrin əməliyyat qorxusunu, əməliyyat riskini, düşüncələrini dəf etməklə, onlarda bu qorxunu azaltmaqla, eyni gündə xəstələri evə göndərmək ilə yanaşı olaraq xəstənin ağrısını, o uzun müddət çəkdiyi ağrı, istirabı azaldaraq və xəstənin rahatlığına qovuşacaq bir metoddur. İlk öncə burada xəstələr KT və MRT müayinəsindən keçdikdən sonra xəstələrdə belində, boyun nahiyəsində müəyyən olan yırtıqlarla bizə müraciət edir. Burada ölçüsü çox önəmlidir. Hansı xəstələr üçün ki, seçici yanaşmaq lazımdır. Xəstələrdə 8 milliyə qədər olan ölçüdə protruziyalarla bizə müraciət etdikdə bu üsul daha effektiv nəticə əldə etmək olur. Ondan sonra hansı xəstələrdə seçici davranırıq? Konservativ müalicə artıq effekt vermədikdə, 6-8 həftə xəstələr konservativ müalicə olur. Onlar effekt vermədikdə, 8 milliyi keçmədikdə, bu ölçü çox önəmlidir və yırtılmış şəkildə olmadıqda biz bunları minimal invaziv metodla bu proseduru icra etməklə ağrılarını aradan qaldıra bilirik. Doktor, bir çox məqamlarda xəstəlikdən əziyyət çəkən, xüsusilə bel və boyun yırtıqlarından əziyyət çəkən bizim pasiyentlərimiz daha rahat üsullar axtarırlar. Təbii ki, bu rahat üsullardan biri də sizin bəhs etdiyiniz PLDD üsuludur. İstərdim ki, bunun üstünlüklərindən bəhs edək. Bu metodun üstünlükləri olur ki, burada heç bir kəsik aparılmır. Lokal keyitmə, narkoz dediyimiz, xəstələrin hamının bildiyi, anestezi proseduru icra olunmadan yerli keyitmə vasitəsilə icra olunur. Və bunun üstünlüyü odur ki, infeksiyalaşma riski, qanama riski azdır. Xəstələr həmin gün evə buraxılır və xəstənin sağalma proseduru kəsiklə icra olunmuş prosedurdan daha qısa bir müddətə xəstələr tez reabilitasiya olduğu üçün bu metod daha seçici bir metoddur. Tək iynə girişi vasitəsilə bu prosedur icra olunur və xəstə öz sağlamlığına, o uzun müddət çəkdiyi ağrı istiraba qısa müddətdə bir 30 dəqiqəlik prosedur icra eləməklə o ağrı istirabı yox edir və həmin gündə evə gedir, xəstə normal həyatına dönür demək olar ki, bu sadaladığımız fərqlər bunun üstünlükləridir ki, bunun əsasında da xəstələr bizi seçə bilərlər. Prosedur yerli keyitmə altında aparılır. KT və rentgen nəzarəti altında zədələnmiş fəqərası disk yırtığından iynə vasitəsilə daxil olunur və oradan iynədən lazerin fiberini yedikdən sonra lazer fiberinin enerjisi vasitəsilə buxarlandırılır. Nəticədə disk daxili təzyiq azalır və yırtıq sinir kökündən uzaqlaşdığı üçün xəstənin ağrısı azalır və xəstədə həmin şikayətlər anında effekt verməyə başlayır. Rəşad doktor, burada hansısa əks göstərişlər varmı və yanaşı olaraq hansı xəstəliklərdə bu üsuldan istifadə edə bilmirsiniz? Əks göstərişlər bundan ibarətdir. Onurğada bildiyimiz şiş xəstəlikləri olduqda, onurğanın infeksiyon prosesləri olduqda, onurğada spinal stenoz deyirlər və onurğanın sürüşməsi və hündürlüklərinin qısalması kimi durumlarda bu prosedurların icrası əks göstəriş sayılır. Zaten bu xəstələr bizə müraciət edəndə MRT raporları əllərində olur. Bu xəstələri biz seçici edirik. Doktor, əməliyyatdan sonra bizim pasiyentlərimizdə hər hansı bir ağrı hissi qalırmı və pasiyentlərimiz bundan sonraki dövrü necə keçirməlidirlər? Onlara tövsiyələriniz nələrdir? Bizim tövsiyələrimiz ondan ibarətdir ki, xəstələr ağır fiziki yükdən özlərini qorumalıdırlar bir müddət və xəstələr eyni anda soyuqdan qorumaq lazımdır. Çünki hər bir metod, invaziv metodda olsa belə xəstələrdə bir giriş üsuludur. Ona görə də xəstələr infeksiyalaşmadan və ağırlaşmadan özünü qorumalıdır. Biz proseduru icra etsək də, prosedurun bizdən sonraki etapda xəstənin də 50% özünü qoruması daha vacib şərtdir. Burada
bir fiziki yükdən və soyuqdan özünü qoruduqda yüksək rezultat əldə olunur. Tiroid ablaziyası haqqında indi məlumat verək. Ümumiyyətlə tiroid ablaziyası nədir və hansı şəxslər üçün uyğundur? Tiroid ablaziyası tiroid vəzində, yəni hamının bildiyi qalxana bənzər vəzdə bilinən xoş xassəli düyünlərin lazer vasitəsilə yandırılması bir metodudur. Və burada deməli ilk öncə xəstələr UZM müayinəsindən keçir, yəni ultrason müayinəsindən keçir və burada müayinə olunanda əgər düyünlərə rast gəlinərsə, bu düyünlərin xoş və bəd xassəli olmasından asılı olaraq yanaşma metodu seçilir və hər bir düyündə icra etmək olmaz. Onların ölçüsü də çox əhəmiyyətli faktordur, yanaşma metodundan bir vasitədir. Burada onların ölçüsü biz əsasən 2 və 5 sm arasında olan düyünlərdə biopsi etdikdən sonra əgər xoş xassəlidirsə və biz bunlarda bu proseduru icra edirik. Rəşad doktor, tiroid ablaziyasının üstünlüklərindən istərdim danışaq. Bunun üstünlükləri bundan ibarətdir ki, xəstənin də əsasən tiroid vəzin toxuması qorunub saxlanılır. Heç bir kəsik, yəni proseduru icra olunmur. Lokal keyitmə vasitəsilə invaziv metodla düyünə daxil olunur. Düyünün içində lazer fiberi yerildikdən sonra orada buxarlandırılır, yəni ki, yandırılır. Kəsiksiz invaziv bir metoddur, ağırsız bir prosedurdur, lokal keyitmə icra olunur. Bu üsul minimal invaziv metod olsa da biz xəstələri evə buraxdıqdan sonra zaten biz 4 saat biz müşahidə saxlayırıq. Çünki tiroid qırtlaq və səs tellərinə yaxın olduğu üçün burada müşahidədə qalır. Xəstələrin zaten ayıq olduğu üçün biz onlara danışdırırıq və xəstələrdə səs telləri qorunur, zədələnməsi riski demək olar ki, sıfırla bərabərdir. Yəni bunu bədxassəli kimi görüb özlərində qorxutduğu, ay məndə şiş var kimi düşündükləri bir prosedur 15-20 dəqiqəlik minimal invaziv metodla o qorxu, o həyəcan, uzun ömür onu özündə psixoloji bir diskomfort yaratdığı bir proseduru biz aradan qaldırırıq və xəstələr zaten bizim prosedurdan sonra 3-6 ay və 1 il içində müşahidədə təkrar kontrollara çağırılır və bunu informasiya olaraq bildirim ki, anında düyünün ölçüsü kiçilmir, zamanla, yəni ki, biz zaten 3-6-12 ay müddətində çağırdığımız üçün ölçüsü demək 90% kiçilir və xəstələrdə bu şübhə və bu qorxu aradan qalxır. Rəşad doktor, bel boyun ağrılarından əziyyət çəkən, eyni zamanda zob xəstəliyindən, xüsusilə düyünlərdən narahatlıq keçirən pasientlərimiz, tamaşaçılarımız üçün ətraflı və maraqlı məlumatlar verdiniz. Çox sağ olun, təşəkkür edirəm. Dəyərli tamaşaçılar, siz də keyfiyyətli həyat sürmək və sağlamlığınızı qorumaq üçün yeni metodlardan, eyni zamanda həkimlərin məsləhətlərindən faydalana bilərsiniz.